Salam, hər vaxtınız xeyir olsun. Bugün 14 iyun 2026-cı il tarixində keçirilmiş 3-cü şans magistr imtahanına düşən informatika fənnindən olan sualların izahına baxaq. Vaxt itirmədən başlayaq. 21-ci sualda deyilir ki, 6 sətri və 4 sütunu olan cədvəlin xanaları üzərində aşağıdakı ardıcıllıqla əməliyyatlar icra olunur. Deməli, bunu yazaraq etmək istəyirəm. 6 sətr, 4 sütun. İlk öncə belə həmin cədvəli qururuq. 6 sətr və 4 sütundan ibarət. Hı, 6 sətrimiz hazırdır. Və də 4 sütun. Aha. Daha sonra deyilir ki, cədvəlin ikinci sətri seçilir. Cədvəlin ikinci sətri buradır. Düzdür. Bu sətr seçilir və merge cells xanaları birləşdir əmridir. Yəni, bu xana birləşir. 4 dənə xana olur. Daha doğrusu, hədə 4 dənə xana olur, 1 dənə xana. Bunu icra etdik. Daha sonra cədvəlin 4-cü sətri seçilir. Yəni, 4-cü sətr buradır. Bu sətr seçilir və deməli, buradakı tik işarəsində əsas məsələ. İlk öncə merge cells, yəni xana boşaldılır. Merge cells nə deməkdir? Bundan əvvəlcində elədik. Xana boşaldılır. Daha sonra before split, yəni boşaldandan sonra split 2 yerə bölür. 2-nin 1-ə. Baxın bu formada. Burada da olur 2 dənə xana. Daha sonra bunu da etdik. Kursor 3-cü sətrin son xanasına yerləşdirilir. Yəni buraya yerləşdirilir. Və insert column right. Yəni ki, sağ tərəfə bir dənə sütun əlavə edir. Təbii ki də sütunun hər bir öz xanaları, sətirləri də öz yerində əlavə olunur bura. Bunu da etdik. Sonuncu sətr seçilir, yəni bura seçilir və klaviaturadan delete düyməsi sıxılır. Delete düyməsi sıxılanda heç bir şey baş vermir. Yəni xana sayında heç bir dəyişiklik olmur, çünki bizdən neçə xana olduğu soruşulur. Delete isə xana sayına təsir etmir. İndi bunları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. Deməli, 25 dənə xanamız var. Baxırıq, bəli, C variantında doğru cavabımız var. Daha sonra 22-ci sualda deyilir ki, hesabatlarla işlədikdə susmaya görə aktivləşən iş rejimlərini müəyyən edin. Burada print preview, report view və layout view, bir də design view olmalıdır. İndi ona dəqiq baxaq. Access proqramında, Access-də hesabatlarda baxaq görək hansıları idi. Deməli, bu formada eləmək istəyirəm ki, orada da görünsün. Həm variantları görə bilək, həmin. Deməli, aha, baxın, burada hesabatlar buradadır. Bu hissəsində baxın nə var? Report view, deməli, print preview, yəni 2, report view, yəni 5, layout view, yəni 7, bir də design view. İndi o burada yoxdur. Yəni burada oldu cavabımız nə? B variantı. 2, 5, 7. 23-cü sualda LED tabları və bu tablarla icrası mümkün olan əməliyyatların uyğunluğunu müəyyən edin. Deməli, insert layout home tablarını verir. Sənədin sətirlərinin nömrələnməsi. Sənədin sətirlərinin nömrələnməsi bu layoutda baş verir. Mətndə sözlərin sətirdən sətrə keçirilməsi bu da
layoutdadır. Markerlənmiş siyahının yaradılması, bu home tabındadır. Sənədin səhifələrinin nömrələnməsi, bu insert tabındadır. Səhifələr page-də var yadınızdadırsa. Mətnin formatının təmizlənməsi isə bu olasıdır Y. Olasıdır 3-ə. Y deyirəm, 3 olasıdır. Bu format 1-ə D, 2-yə AB, 3-ə E. 1-ə D. 2 bu deyil. 1-ə D, 1-ə... Aha, budur. C variantı. Daha sonra 24-cü suala baxaq. Doğru mülahizəni müəyyən edin. Piksellərin fiziki ölçüsünün çox kiçik olmasına baxmayaraq onlara ayrıca obyekt kimi baxıla bilər. Xeyr, buna ayrıca obyekt kimi baxmırıq. Fraktal təsvirlərin yaradılması rəsmlərin natural şəkildə çəkilməsinə əsaslanmışdır. Xeyr. Fraktal təsvirlər natural yox, əlaqəsi yoxdur. Vektor təsvirləri raster təsvirlərini ixrac etmək olmur. Olur. Vektor təsvirləri bütün düyün nöqtələri boyunca ayrı-ayrılıqda redaktə etmək mümkündür. Bəli, doğru olan budur. Vektor təsvirdə realizm ənənələri özünü doğrulur. Bu da yanlışdır. Doğrumuz D variantıdır. 25-də əməliyyat sistemi ilə birlikdə quraşdırılan standart proqramları seçin. Əməliyyat sistemi ilə birlikdə proqramlaşdıran EDC-dir. Sonra bu internet yox, bunu sonradan quraşdırılır. Disk-clean up, bu da birlikdə olur. Sonra da voice access bu. Deməli 1, 3, 5, 6. 26-cı sual. MT barədə 4 sahədən ad, tədarükçü, miqdar, qiymət ibarət olan dəftərxana malları verilənlər bazasının cədvəlinə 40 adlı MTA barədə məlumat daxil edilmişdir. Ad sahəsinin ilkin açar kimi təyin edildiyini nəzərə alaraq cədvəldəki yazıların sayını müəyyən edin. Yazı, yəni sətirlər soruşur bizdə. Baxın, MT adlı sütuna deyək, ya sahəyə deyək, mən 40-cı bir məlumat daxil edirəmsə, deməli burada bu sətirlərin sayı deməli elə 40 imiş. Fayl adı kimi istifadə etmək olmaz. Fayl adı kimi istifadə etmək olmur. Nəyi? Aux, düzdürmü? Null, PRN, bir də 8, John, bunlar. Com 1-dən 9-a kimi olmur, məsələn, amma burada altdan xətt yoxdur. Sonra o birislər də olur. A variantında. Alqoritmin blok sxemli təsvirində istifadə olunan aşağıdakı blok nəyi bildirir? Bu, verilənlərin daxil edilməsi blokudur. Müəyyən şərtdən asılı olaraq hesablama istiqamətinin seçilməsi. Bu şərt rombidir, düzdürmü? Əməliyyatların yerinə yetirilməsi bu düzbucaqlıdadır. Alqoritmin başlanğıc və ya sonu bu şəkildə göstərilir. Nəticənin çap edilməsi də belə də ola bilər, ya da belə də ola bilər. Belə şey. Slides, lent qrupu hansı lent tabına məxsusdur? PowerPoint-da aid bir sualdır. Burada olasıdır insert lent tabı. Buna gəlin əyani olaraq da baxaq. PowerPoint burada var imiş. Deməli. Baxın, insertdə new slides buradadır. Daha sonra cədvəldə verilmiş, axtarış serverinə verilmiş sorğular və axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilmişdir. Universitet, or məktəb, or kollec sorğusu üzrə neçə minlərlə səhifə tapılar. Bunu həll etmək üçün əslində çoxlu yollar var, ancaq bu dəfə tam fərqli bir yolla mən bunu hesablamaq istəyirəm ki, yəni başqa bir həll metodu olsun bu. Hansı ki, əslində həmin yolun burada çox da işimizə yarayar, onu deyə bilmərəm. Nəyə görə? Çünki burada yan-yana olur bunlar. Deməli, universitet, məktəb, bir dəqiqə, baxın, universitet və məktəb arasında 0 olduğuna görə onlar yan-yana olmalı deyil. Bura məktəb olur, burada kollec. İndi, məktəb and kollec 20-dir. Yəni, bura 20-dir. Universitet and kollec bura 16-dır. Bu da 0 olduğuna görə bu formada deyirik. Bura 0 olmasa bunlar 6-6 olardı. Dediyim fərqli üsul isə 6-6 olanlarda daha çox işə yarayır. Bunda yox. Deməli, məktəb 22-dir. Məktəb 22-dirsə, bura 20-dirsə, deməli, bura olur 2.
Kollec 38'dir. 20, 16, 36, burada 2. Universitetdə 30'dur. 16, burada 14 olmalıdır ki, 30 olsun. Bizdən soruşur or, yəni hamısının toplamını. Deməli 14 üstəgəl 16 üstəgəl 2 üstəgəl 20 üstəgəl 2. O da olur bura 30, 32, 52, 54. 54 oldu. A variantında doğru cavabımız var. Sonra 31'də kompüterə informasiyanı daxil edən qurğuları seçin. Aha. Deməli modem həm daxil etmə, həm xaric etmə qurğusudur. Klaviatura daxil edir, plotter xaricidir. Web kamera daxil edir, trackball daxil edir, qrafiki planşet daxil edir, səs kolonkası xaricidir. Joystick daxil edir, digitalizer daxil edir, kontroller və ümumiyyətlə bu nə daxil etmə, nə də xaric etmə qurğusu deyil, video adapter daha həmçinin onlar yəni multimedia qurğuları deyil. Y də skanner daxil edir, digitalizer daxil edir, web kamera daxil edir, TV tuner daxil edir. Olur Y variantı. 32-ci sualda deyilir ki, elektron cədvəldə B7 xanasına daxil edilmiş funksiyanın qiymətini müəyyən edin. Baxaq. Deməli, buradan yazıb ki, count A, B2, C5. Count A dolu xanaları sayır. B2, C5, yəni buradan bura kimi dolu xanalar. 1, 2, 3, 4, 5, 6, 7 dənə. Bura olur 7. Sonra A, B, C, B4. B4-də dırnaqda 5 var. ABC isə modulu tapmaq deməkdir. Yəni dırnaqda olan bir şeyi modulunu tapa bilməyəcəyinə görə burada value xətasını verir. Sonra average B2, C5. Bu da həmçinin. Baxın B2, C5 buradır. Average nədir? Ədəd orta. Yenə də xəta var, dırnaqda bir ədədlər var, hərf var. Bunun ədəd ortasını tapa bilməyəcəyinə görə yenə value xətasını verir. Count B2, C6. İndi bu ədədləri sayır. Həmin bu diapazonda ədədləri sayır. 1, 2, 3 və də 4. Oldu 4 dənə ədəd. A variantı. 33-cü sualda. Elektron cədvəldə B4, D7 diapazonuna daxil olan sətirlərin sayı. Sətir sayı necə tapılır? Ədədləri çıxıb üzərinə 1 gəlirəm. Olur 4 sətir. Sütunların sayı da C, D, E. Bundakı sütunların sayı da belə. Cəmi 3 dənə sütun, 4 dənə sətir toplayanda olur 7. Yəni 33-də Y variantı. 34-də A adlı şəxs naməlum bir telefon zəngi alır. Zəng edən şəxs özünü bank işçisi kimi təqdim edərək A-nın hesabında şübhəli əməliyyatlar aşkar edildiyini bildirir. A adlı şəxsdən kart məlumatlarını bildirməsi istənilir. Bu hansı hücum növüdür? Deməli, hücum növlərimiz variantlarda verilib. Bu bizə məsələdə soruşulan isə təbii ki, wishing hücum növüdür, düzmü? Wishing-də nə idi? Zəng əsas orada səsli bir formada, PIN kod olsun, kartın kodu olsun, FIN kodu olsun, hər nəsə bir kod tələb olunur və burada bizim variantımızda bunlar uyğundur. Digərləri isə tamamilə fərqli necə deyim, işi icra edir. Məsələn, rootkit əməliyyat sisteminə təcavüzkar bir iş görür. Spear pinching haqqında danışsaq, məsələn, bu wishingdən fərqi nədir? Burada məsələn əhəmiyyət kəsb eləmir kimdir. Necə deyək, hücum edilən. Amma spear pinchingdə isə xüsusi bir insan seçilir və yaxud da bir şirkət seçilir və s. bu formada olur. Daha sonra 35-ci sual. Deməli, uyğunluğu müəyyən edin. Kompüterlər arasında informasiya mübadiləsinin idarə olunmasını nizamlayan qaydalar toplusu. Təbii ki, protokol. Müxtəlif açıq sistemlərdə fəaliyyət göstərən tətbiqi proseslərin qarşılıqlı əlaqəsi modeli. OSI modeli. Şəbəkə kompüterlərin fiziki yerləşməsi və onların rabitə xətləri ilə birləşməsi üsulu. Bu isə topologiya. YBA da olur, ana Y variantında. 36-da verilmiş ədədlər üçün hansı münasibət doğrudur? Deməli, ikilik say sistemindədir. Bunu 0, 1, 2, 3, 4 ilə çevirsək bu 31-dir. Bunu çevirsək bu 30, yox, 32, bu da 12, 42, 44-dür. Bu da 30-dur. Deməli, münasibət
C çiçekdir. A. Bu da çiçekdir. B. C, A, B. Elə C variantının özü. 37-də hansı düymələr vasitəsilə sənəddə sonuncu redaktə aparılmış yerə qayıtmaq olar? Təbii ki, Shift F5. 38. Əməliyyat sistemi deyil. Deməli, əməliyyat sistemi deyil. Hansı? Deməli. Birinci əməliyyat sistemlərini tapaq. Windows əməliyyat sistemidir. Linux əməliyyat sistemidir. MS-DOS əməliyyat sistemidir. Microsoft 100% əməliyyat sistemi deyil. Norton Commander 100% əməliyyat sistemi deyil. Deməli, 2-3-6-nı çıxsam, 2-3-6-nı çıxsam və 5-7-ni saxlasam, qalır ya A, ya B variantı. Düzdür, burada 5-7 yoxdur. 5-7, 4-5-7, 8, 1-4-5-7, 8. Oracle da təbii ki, əməliyyat sistemi deyil. Düzdür, verilənlər bazası proqramı da. 1 və 8, burada da, bəli, 8. Bu əməliyyat sistemi deyil. Eclipse. Sonra 39-da verilmiş cəmin 2-dən 101-ə qədər cüt ədədlərin hesablanması üçün blok sxemdə işarələnən yeni hansı ifadə olmalıdır? Deməli, burada n-imiz 2-dən başlayıb, düzdürmü? N fərz edək, biz yaza gəldik, 98-ə çatdıq. N bərabərdir, burada aldım, tutaq ki, 98. 98, gəldim bura. 98, indi mən burada hər nə olmalıdırsa buna hə deməliyəm. Məsələn, bu ola bilməz, çünki buna yox deyərəm. Ya da, bunların hamısı ola bilər əslində hələ ki. Hər nəsə, buna hə deyirəm. Daha sonra S98-i də əlavə edir bura. Düzdürmü? Yəni 1 plus nöqtə 98, n olur 100. Sonra keçdim o birisi dövrə. 100 hər nədirsə, buna da mən hə deməliyəm ki, 100-ü də əlavə edək bura. 100-ə hə deməliyəm, sonraki 102-yə yox deməliyəm. 102-yə yox deyirəmsə, baxın, bu yanlışdır. Çünki bu 102-yə də hə dedirdir bizə. Bu zaten yanlışdır, çünki 100-ə hə deyə bilmirik burada. Burada da 100-ə hə deyə bilmirik. Axı 100 çiçəkdirmi? 100-dən yox deyirik. Elə olur A variantı. 100-ə hə deyirik, 102-yə yox deyirik. 40-da uyğunluğu müəyyən edin. Baydo, deməli, informasiya axtarış sistemidir. Yəni Y. Bado, sosial şəbəkədir B. Bu da chat xidmətidir A variantı. 1-ə Y, 2-yə B, 3-ə A var bu B variantında. 41-də desktop üzərində yerləşən sistem qovluqlarını seçin. Yəni ekrandan söhbət gedir. Burada olası this PC, user files və network. 1, 4, 5, 23-də. 23 səhifəlik sənəd çapa verilərkən page hissəsində bunlar yazılır. Aha, öncə necə verək çap olunur. Bu ingiliscəsidir, bu Azərbaycancasıdır. Biz bura baxırıq. Deməli, 23 səhifəlik sənəddir. Yazır bura bunu. Deməli, burada, baxın, nə yazır? Yalnız cüt səhifələr. Cüt səhifələr hansılardır? 4-dür, 6-dır, 22-dir, 24, 26. Düzdür mü? Səhifəmiz 23 səhifəlik olduğuna görə 24 ilə 26 deyə bir şey yoxdur. Deməli, burada var 3 dənə səhifə. 3 dənə səhifənin deyir ki, 2 tərəfli çap eləmək. 2 tərəfli çap eləyəndə də təsəvvür edin ki, bir vərəqin bu üzünə 4 çap olunur, o birisi üzünə 6. Bu vərəqində bu üzünə 22 çap olunur, o birisi üzü boş qalır. Yəni, burada əslində 2 dənə vərəq sərf olundu. 2 dənə vərəq, burada da 6 dənə surət var. 2-ni də 6-ya vururam, alıram 12 dənə vərəq. Cavabım oldu elə 12 vərəq. 43-cü sualda hər səhifəsində 32 sətr və hər sətrində 64 simvol olan sənəd 32 kilobayt informasiya həcminə malikdir. Sənədin hər bir səhifəsinin müəyyən proqramla qrafik təsvirə çevrilmişdir səhifəsi. Hər bir təsvir eyni informasiya həcmi və xüsusiyyətlərə malikdir. Alınmış qrafik təsvirlərin ümumi informasiya həcminin 1 megabayt və hər birinin 256x512 pikseldən ibarət olduğunu bilərək, rənglər palitrasında ən çox neçə müxtəlif rəng ola biləcəyini müəyyən edin. İlk öncə biz burada səhifə sayını tapaq. Çünki bizə burada sətir verir, simvol verir. Bir simvolda hər halda əlifba vermədiyinə görə 1 baytdır və həcm verir. Səhifə sayını tapsaq, deməli, 32 kilobaytı bölürük, 32 sətir vur 64 simvola. Bu olur 32 vur 2 üstü 10 bayt böl 32-ni də yazaq. 2 üstü 5 vur 2 üstü 6. Bu da olur 16
səhifə. Düzdürmü? 10, 11 qalır 16 səhifə. Aha. İndi burada bizdən biz rəngi tapmaq üçün birinci rəng dərinliyini, i-ni tapmalıyıq. İ-ni tapmaq üçün də həcmi, yəni 2 üstü 23-ü bölməliyəm. 2 üstü 8 vur, 2 üstü 9 vur, səhifə sayımız da 16-dır. 16 səhifəyə. Bu da olur 2 üstü 23 böl. Burada 1 olduğuna görə heç nəyə vurmuram. 17, bu da 4. 2 üstü 20. Bir dəqiqə. Yox. 20 yox. 17-nin üstünə 4 gəndə 21 eləyir. Aha. Bu da qalır 2 üstü 2. Yəni 4 bit. Rəng dərinliyimiz 4 bitdirsə, rəngin sayı da n nədir? 2 üstü i. Yəni 2 üstü 4, 16 dənə rəng sayımız olur. 44-də dizayn net tabının təyinatına aid olmayanları seçin. Slaydların ölçüsünü təyin etmək. Dizaynda bu mövcuddur. Slaydlara tətbiq olunmuş vaxtları silmək. Belə bir şey mümkün deyil. Olmayanları soruşur bizdən. Slaydlara hərəkət effekti vermək. Xeyr, bu animasiyadadır. Slaydların göstərilmə tipini tənzimləmək. Bu da mümkün deyil. Slayd nömrələrinin başlanma sırasını təyin etmək. Bu mümkündür. Slayd təqdimatdakı səmtini müəyyən etmiş. Bu da mümkündür. Təqdimatın slaydlarına hazır şablon mövzuları tətbiq etmək. Bu da mümkündür. Nümayiş zamanı audio obyekti ekranda gizlətmək. Bu isə mümkün deyil. 2, 3, 4 və 8 doğru cavablar. Və nəhayət sonuncu 45-ci sual. Deməli, A4-də 5, B7-də 0 olduqda A3 xanasına A4 böl B7, yəni 5 böl 0 yazılır. Burada 0-a bölmək xətası olasıdır, yəni C variantı. Xanaya daxil edilmiş ədədin uzunluğu xanaya yerləşməsi. Yerləşməyəndə olur bu. Baxın, bu DS-lər. A5, B7 olduqda, daha doğrusu A4, 5, B7, AB olduqda 5 ilə AB-ni cəmləyəndə verəsidir value xətası. Yəni ki, mən hərflə rəqəmi toplaya bilmirəm deməkdir. Bu doğru deyildir. 1-ə C, 2-yə A, 3-ə isə B olacaq. Bu qədər. İzahımız bundan ibarət idi. Suallar 25 sualdır. Hamısını izah elədim. Ümid edirəm ki, sizlərdən ötürü faydalı oldu. Əgər hər hansı bir məqam qaranlıq qalarsa qeyd etməyi unutmayın. Kanala abunə olmağı da unutmayın ki, digər videolardan xəbərdar olasınız. Sağ olun, salamat olun, özünüzə yaxşı baxın.